Evimizi Ramazan ayına görə bəzəyirik. Bunlar keçən aldıqlarımdır. Bunu bu il almışam. Bunlar da keçən aldıqlarım. Böyle ay ulduz var. Bir de təzə Ramazan üçün aksesuarlar almışam. Onu da paylaşacağım. Bir tane de böyle bir aksesuar aldım. Onu da paylaşım. 2 tane de böyle bir aksesuar aldık. Şimdi onu yandıracağım, ona da bakın. Hə, ortadır Ramazan. Onu biraz kaldıracağım o taraftan. Biraz aşağı doğru. Ay sağ ol. Oldu mu demedim. Evet, işte. Küləyin səsinə baxayım. Geçen Ramazanda bu süfrəni açmışdım. Velour süfrə. Qızılı detaylı. Bu daha çox uyğun gəlir. Bu qızılı evdə detaylar çoxdur deyə. Ona görə istədim uyğun gələm. Məncə elə bunu təzədən sərim. Bu isə Emsandan aldığımda hələ istifadə eləməmişəm. Bunu mən endirimdən yarı qiymətə aldım. Paylaşmışdım, köhnə videolarımda var. Emsandan aldıqlarım videoda. Çox qəşəng süfrədir. Bunu da sərəcəm indi. Yoxlamaq üçün bunu da sərəcəm. Bunu da görüm hansı qəşəngcə o qalsın. Aslında rəngi xoşuma gəlir. Çox xoşuma gəlir. Bunu sərdim. Çox gözəl görsənir. Dəhşət. Evin rəngini də açdı. Amma qızılını da sərəcəm. Baxım. Yox, məncə bu yaxşıdır Ramazana. Bu daha uydu. Bunu Ramazan boyunca sərli qoyacağım. Üzərinə də şəffaf süfrə sərəcəm ki, batmasın. Elə qərar verdim bunu sərmək. Şəffaf kloku da sərdim. Batmasın. Belə. Qəşəng oldu məncə. Çox qəşəng oldu. Keçən də belə düzəltmişdim süfrəni. Çox qəşəng. Qayalı market, bir də hipermarketə getdim. Orada lazım olan soyuducu üçün düzənləyicilər aldım. Aldıqlarımı paylaşım, həm də sizə də fikir olsun. Məndə bu ləyənlərdən var, böyük ölçü. Daha doğrusu orta ölçü. Bunu balaca ölçü istədim, çünki bəzən az bir meyvə olur və yaxud da əti dadı qarışdırmağa balaca qap istəyirdim. Bax, bu çox balacadır. Göstərim balacalığını. Haradasa bu qədər. 2 dənə bunu aldım. Qayaldan. Birinin qiyməti 80 qəpikdir. Özü bərkdir, yaxşıdır. 2 dənə bundan aldım. Bunu çoxdan istəyirdim yumurta qoymağa. Soyucuda yumurta qoymağa yeri var, amma azdır. Az olduğu üçün əlavə də qab aldım ki, içinə yığım, açıqda qalmasın. Bunun da qiyməti 3 manat 80 qəpik. Çox qəşəngdir. Həm ağzı örtülüdür, həm də içinə yumurta qoymağa yeri var. Açım bunu, baxaq. Belə ağzı bağlanır.
Yumurtaları qəşəng sərgəli yuyub qoyacağam içinə. Bir bu. Onu Zeynəb üçün aldım, böyük kızım üçün. Figurlar düzəltməyə. Bir dənə 2 tərəfli skoç. 2 dənə şam aldım. Ramazan ayı üçün qızıl rəngdə. Biri 1 manat 5 qəpik. Bunu da Qayaldan aldım. Sumqayıtda yaşayanlar bilər. Qayar marketin yanında hipermarket var. Bunu da oradan aldım. Soyuducu üçün. Göstərim yaxın. Burada hamam üçün şəkildə nə cür işinizə yarayırsa o cür istifadə edin. Buna meyvələr qoymağa. 3 manat 60 qəpik. Yaxşıdır qiyməti. Trendyolda baxdım, Trendyolda çox bahadır. 2 dənə belə aldım. Soyucun aşağı gözünə qoymağa. Meyvədir, tərəvəzdir. Yan-yana qoyacağam. Əgər yerləşsə, yaxşı olsa 2 dənə də əlavə alacağam. Əsas mən buzluq üçün saxlama qabına getmişdim. Yadınızdansa keçənki Ramazan videosunda göstərmişdim. Belə bir saxlama qabı var idi. Keçən də almışdım. Altı yumuşaqdır. Yəni yapışmasın deyə. Üstə belə. Yəni bunlara mən içi köftə falan qoydum. Bu çox böyükdür mənə. Mən bunun hardasa yarısı qədər ölçüsündə istəyirəm, amma hündürlüyü çox olmasın. Belə var idi, çox idi mağazalarda. Hündürlüyü çoxdur, çox hündürdür. Elə hündürlükdə istəmirəm. Bu hündürlükdə olsa, da, bundan az da olsa olar. Yəni noxud falan da qaynadıb qoymağa. Sabahsı günü də getdim aldım, Ordubada gəlmişdi. Ordubad marketdən aldım. 2 dənə bu ölçüdə aldım. Tam istədiyim ölçüdə. 2 dənə bu ölçüdə aldım, 2 dənə də bundan balaca. İkinci 2 dənə bundan götürdüm. Burada yazılıb ölçüsü. 200 qram yerləşir bura. Bax bu hündürlükdə deyirdim. Yəni normalda satırlar, çoxdur saxlama qabları, amma hündürlüyü çox hündürdür. O da mən istəmirdim. Mənə bu hündürlükdə lazımdır. 2 dənə bu ölçü aldım. Bunun qiyməti, tək birinin qiyməti 4 manat 20 qəpikdir bu. Bir də bu ölçüdə. Bunun qiyməti isə 1 manat 89 qəpikdir. Bundan da 2 dənə. Belə. 2 dənə bu, 2 dənə də bu. Beləliklə bu videonu burada bitirirəm. İnşallah gələn videoda artıq Ramazan üçün buzluq hazırlıqları paylaşacağım. Nələr hazırlayıb qoyacağım, nələr buzluğa qoyacağım, onları paylaşacağım. İzlədiyiniz üçün təşəkkür edirəm.